bizim kənd kəsəklərimizin hamısını yandırdınız. Bizim kəndçilərin hamısını qırdınız. Bizə məxsus olan evlərin hamısını yandırmışsınız. Bugün amma gəlib burada... İndi görürsən, bir evdə yandırmamışıq, koymamışıq. Sən görürsən, hələ də gülümsəyərək danışırsan. Amma sən bizə düşməndən əlavə ermənisən. Sən erməni olaraq bizim əslimizə, nəslimizə, kökümüzə problem yaratmışsın. Sən buradakiları görürsən, burada onlarla əskəri siz zədələmişsiniz. Onlarla bu uşaqların dostu, qardaşı şəhid olub. Sənin oğlun, sənin bacın oğlu, sənin qardaşın oğlu, sənin əslin, nəslin kökün eləyib. Amma sən bilirsən, heç nə demə, mənə də qardaş demə, məndən sağ qardaş olmaz. Anlama, sən ermənisən ona görə. Amma sən görürsən, bunlar sənə bax, bu şansı yaradır. Sən bu özüvə aid olan bu zibili yığışdır getməyə. Bir də axırıncı səfər olsun, get, hər bir erməniyə çatdır. Axırıncı səfər olsun, bir də bizlə düşmənçilik eləmək istəyəsiniz. Az damla dayı. Biz eləməmişik onu. Biz eləməmişik, o düşmənçilik. Mən fəali adamam, nə bilim, böyüklər nə yaradır. Biri oradan belə eləyir, deyir belə elə, biri də oradan deyir belə elə, nə bilim mən. Fələ, bura haradır? Sən nə cırdırırsan onda burada? Mən burada yaşamıram, mənim evim yoxdur. Sən burada nə cırdırırsan, bəs bura nəyə gəlmişsən? Hə? Yığışdırın zirzibilinizi, tez de yoxa çıxın buradan. Tez. Tez. Biraz cəhd tərpən. Bu kadar olabilmez. Bu kadar olabilmez. Biraz tez yığın, gedin. Burada sen maçını değil, Onu başa sal, telefondan istifade edemezsin. Sen bir telefonum. Ancaq da telefon. Alacağım indi. Onu bir dakika. Bakıcı bu, şu. Сын свои жопы! Сука yığını. Скорей! Hazır olursunuz burada, her şeyi götürürsünüz. Bizden ona bakırız. Hadi, gedin olar. Hadi. Ona denən bayraq əlindən yerə qoymasın. Hə, denən bayraq əlindən yerə qoyma. Benim tek pay.